Mən evdən çıxdığım vəziyyətə baxın. Mən evdən çıxdığım vəziyyətə özü yuxuluyam hələ də. Mənim evdən çıxdığım vəziyyətə baxın, görün necə soyuqdur. Mən də belə büründüm. Gedirəm indi. Mənim taksiyə gedim Günayın yanına. Bunun şirininə baxın, görün laf stilinci gözəl vəziyətlər. Sinir düşər. Gəldik, biz çatdıq. Günay da yanındadır. Hörmət edirik. Kameralar düşməyən. Günay, nə var ki, burada sadəcə 14K-lıq mincik insan səni görəcək də, nə var ki burada? Şaka. İstəmir, hörmət edirik. Biz hamımız fikirlərinə hörmətlə yanaşan bir ailəyik. Əslində o gedirik Tarkovya və baxaq orada. Biraz gəzəyik. Mən bulvarı da görmək istəyirəm bu arada. Ona görə də orada gedəcəyik. Ne böylədir. Bir də buradan görünür. Sentral çox qəşəng vəziyyətlər. Bugün xalam qızı Günayla birlikdə neçə vaxt əslində istəyirdik ki, soyuq əllərə gələk. Bir türlü bir-birimizin vaxtını uyğunlaşdıra bilmirdik və axır ki gəlib çıxdıq. Birinci gəldi. Bu arxamdakının gözəlliyinə baxın. Oyda gözəl necə şişib. Bu arada ağzımın bu iç hissəsində də yara çıxıb. Çox mən incidir. Bilməm necə bir şeylər yeyəcəm. Amma olsun. Deməli, buradan Targovdan gəldik bulvara. İndi mən sizə bulvardakını göstərməsəm. Amma təbii ki də axşam daha gözəl olar. Sadəcə mən Adellə soyuq olur deyə axşam çıxa bilmirəm. Səbuydu işdə olur. Amma yenə görmək istədim. Ona görə gəldim. Amma çox qəşəng görünür. Belə üzdən göstərəcəm. Hələ ki adam azdır. Baxın, gecə bulunan işıqları yandırırlar. Çox maraqlı olur. Hamı gecəni göstərdi. Baxın, mən fərqli yerlərəm. Sizə gündüz çəkirəm. Kendini kandırıyor. Özümü aldadıram ki sizdə inanın da. Gitme istəyirsən. Hə. Gəldik Arzuma. Oralar açılana qədər. Bir sizlə gördüm. Mənim istifadə edildiyim komplimentin saç maskası 11 manatdan 5.50-yə düşüb. Gör necə gözəldir. Bu növü də var belə. Bu deyəsən soğanlıdır. Aha. Bir dənə də belə var. Amma bunu heç istifadə eləməmişəm. Bu da 7 manata düşüb. Bilmirəm yəni necədir. Amma bunu çox bəyənirəm. Bu növünü çox bəyənirəm. Çox qəşəngdir. Bundan yəqin ki bir dənə elə özüm üçün götürəcəm. Çünki ümumiyyətlə saç maskam bitib və istəyirdim. Belə. Bir dənə bundan. Hal-hazırda çox qəşəng indirimlər var. Məsələn, baxıram ki, Batistada. Batistanın əslində quru şampunu almalıyam. 10 manata düşüb. Bax, Batistanın quru şampunu 10 manata düşüb. Sonra burada Urbanın məhsulları da endirimdədir. 8-ə, 9-a, 7-yə. Bu da gözəldir. Soyuqdan burnum donub. 40% endirimlə Batista 10 manata düşüb. Elə bir səbət götürdük. Maskanı qoydum içinə və indi baxmaq istəyirəm. Baxın, Cosrx'da da 50% endirim var. Cosrx markasının məhsullarında. Baxın, Revolution'un viral olan bu highlighter'ı da hal-hazırda endirimdə 14 manatdan 9 manata düşüb. Sonra burada növ və növ rənglərdə pomadalar var. Bunlar da endirimə düşüb 19 manatdan 12 manata. Bu da qəşəngdir. Və belə çox qəşəng paletlər var. Məsələn, 16 manata. Burada da belələri var. 11 manatadır məsələn. Həm rəngləri gözəldir. Baxın. Həm də 11 manata düşüblər. 17 manatdan. 35% endirim var Revolution'un məhsullarında. Bu arada mən sizə göstərdiyim tonal kremlər də Wet n Wild'ın. Məsələn, tonal kremi hal-hazırda endirimdə 11 manatadır, 18 manatdan düşüb. Örtücülüyü yüksəkdir. Bugün makyajımda da mən Wet n Wild istifadə eləmişəm. Gəlin, hətta burada sizə belə göstərim. Baxın, örtücülüyü yüksəkdir. Bugün yəni makyajımda da bu Wet n Wild istifadə eləmişəm. Normalda ən çox endirim 13 manata qədər düşürdü. Amma hal-hazırda burada 35% endirimdən 11 manata belə qəşəng tonal krem ala bilərsiniz. Bu arada bunun bu mat növüdür. Baxın, üstündə qeyd olunur mat. Parlağı da olur. Amma burada hal-hazırda görə bilmirəm.
Görsüz stendləri artıq boşaldıblar qızlar. Çünki çox böyük endirimlər var. Bir de bunun parıldamağına baxın. Görünce güzeldi. Qiyməti 7 manat 80 qəpikdir. Qızlardan soruşdum və komplimentin bu saç maskasını dəyişdim. Mən normalda bunu istifadə edirəm. 5.50-yə düşüb, qiyməti falan çox əladır. Əgər alacaqsa alın. Bu isə dedi daha çox salon məhsulu kimi gedir, daha professionaldır. Elektriklənməyin qarşısını alır və istidən qoruyur. Ona görə bunu götürmək istədim. Çünki elə bu da 50% endirimdədir. Görürsüz, bitiriblər, bir dənə qalıb artıq. 14 manatdan 7 manata düşüb. Düşünürəm ki, fərqli bir şey yoxlayaq. Onsuz da onun necə olduğunu mən bilirəm. Ona görə də bunu səbətimə atacağam və bunu götürəcəm. Bir də Kremko'nun burada üzümə gellərində indirim var məsələn. Görürsüz. Məsələn bu 34 manatdır, amma 22 manata düşür. Məndə bunun nəmləndiricisi var. Məsələn burada 21 manata düşüb. Belə. Serumları 14 manat. Hal-hazırda Garnier'in miseler sularında da endirim var və fərqli növlər cilt tipinizə görə növlərdə mövcuddur. Qiyməti 8.90-dır. Millisi gördüyünüz kimi səhv eləmirəmsə 200 millidir. Yəni böyük boydu, balaca deyil. 400 millidir hətta. Mən bu növünü də istifadə etmişəm. Çox bəyənmişəm. Bu növü də qəşəngdir. Belə 8 manat 90 qəpiyə düşünürəm ki, çox qəşəng endirimdir. Görün bugün necə gözəl hava var. Bir tərəfdən də belə qəşəng günəş çıxdı. İndi oraya gedək. Deyəsən açılıb artıq. Görün necə gözəl görünür. Biz də alacaqlarımızı aldıq və gedirik indi yarmarkaya. İndi isə acımışam. İndi isə Rossman'a girəcəyik. Çünki mənim üzümə gelim bitir. İndi hal-hazırda La Roche istifadə edirəm, amma içində çox az qalıb. Ona görə də istəyirəm ki, görüm Rossman'da bir üzümə gəlib bulacam mı? Adətən istifadə edəcəyim bu Bürcə markası da hal-hazırda endimdədir. Mən bir bu duş gel istifadə edirəm 7 manatdadır. Bir də burada baxın böyük boy şampunu 6.99-a düşüb. Bu da qəşəngdir. Yəni qəşəng markadır bu. Bunu istifadə edirik biz. Və burada endirimlər də var uşaq üçün. Sonra yəqin ki, bu arada saat 11-də açılır. Səhər tezdən. Bilməyənlər üçün bilgiləndirmə. Və saat tezdən 11 olmağına baxmayaraq da yenə də insanlar var, yəni gəlirlər yavaşdan. Bence onlar bilirlər 11-də açıldığını. Biz də öyrənmiş olduq. Mən də sizlə buradan sizə öyrədirəm. Səhərdən gəlmək istəsəz bilin ki 11-də açılır, amma bulvar tərəfdəki 11:30-da falan açılır. Geri içəri. Hani yiyəcək. Əslində sən korndok falan da istəyirəm mən. Bu mahnılardan umarım telif yemərəm. Yəni sizə biraz ətrafı göstərim, qiymətlərə də bax. Mən bu çubuğu bu aralar çox görürəm. Şimdi onu bu şeyin içində hazırlayırlar. O məşhur dolu tost da buradadır, tam dönəcəkdə. Amma düşünürəm ki, məncə almağa dəyməz o qiymətə. Gedib cipsi alıb ədyotdan qarışdırıb evdə də hazırlamaq olar. Ondansa daha fərqli, alıb hazırlaya bilməyəcəyimiz və dadlı bir şey ola bilər. Mən bir dənə yemək, bir dənə tatlı yemək istəyirəm. Ona görə də ümumi həmişə bura gələndə baxıram görüm nələr var stendlərdə. Ondan sonra şey edirəm, qərar verirəm. Bu mochilərdə sınamaq olar. Deyilənə görə qəşəngdir. Aha. Bir ədədi 4 manat düzdür. Pirdenik neçədir? Neçədir? 7-14 manat arası dəyişir. Böyüklüyünə görə? Böyüklüyünə görə? Qararsız qalmışam ki, tatlıda tridenik yeyim, yoxsa mochi yeyim. Korndokları soruşdum. Korndokların pendirlisi 6 manatdır. Saskalı və pendirli 5 manatdır. Qiymətlər də sizə deyim, xəbəriniz olsun. Bu fettuccini'lar var ya, belə makaron tipli də, belə. Bunların toyuqlusu 11.50'dir, göbələklisi də 11.50'dir. Qarışıq 14.50'dir. Burada məsələn crunch mini burgerlər var. Birindən soruşduq. Mini burgerlər 11 manat idi. Burada da baxın endirimləri üstündə yazır. 10 manat pizza burgerdir bu. Bir də mini crunch 12 manat. Sizin üçün qiymətləri də soruşuram bu arada. Məsələn mando bu il viral oldu. Mandoda nə qədər dedi? 8 manat. 8-9 manat arası. 8.50 dedi, nə dedi? Belə bir şey. Yəni 8-9 manat nəzərdə tutun.
alt hissəsində soka olur, üst hissəsində də ətli bir şey qızardılmış. Yəqin bildiniz nəyi deyirəm. İndi gedirik. Günay özünə köftə ekmek almaq istəyir. Amma mən yeyəcəyim şeyi tapa bilməmişəm ki, nə yeyeyim. Kumpir də düşünə bilərəm əslində. İndi biz buradan köftə ekmek almaq istəyirik. Tavuk pilav. Mən deməmişəm, tavuk pilav sevmirəm. Burada məsələn bir dənə köftə ekmek var. Üstü xaric hissəsində məsələn oturmalı da yerlər var. Burada köftə ekmek məsələn 5 manatdır. Qabaq hissədə 6 manat idi. Bu da ağlınızda olsun. Düz bu Paşa dönərin yanında. Mən bu arada keçən il buradan yemişdim bu nadolları. Mən göbələklisini yemişdim, səhv eləmirəmsə. Var görüm. Toyuq göbələkli vardı deyəsən keçən. Ya toyuq yemişdim. Belə bir şey 8 manata. Acılıdır. Pis deyil. Yəni ki mən dənəmişəm deyə bir də sınamıram. Amma siz məsələn ala bilərsiniz, qiymətləri də belədir. Burada moçinin öz standı var. Burada məsələn bir dənə moçu 3 manatdır. Digər standlarda məsələn bir ədədi 4 manat idi. Məsələn burada qəşəng görünür. Çay 2 ədəd moçi 6 manatdır. Məsələn çay hədiyyədir. Çünki moçinin biri 3 manatdır. Kofe ilə birlikdə 7 manatdır məsələn. Bir də məsələn kofe almaq istəsəz, məsələn düz girişdədir, hava soyuq olanda məsələn amerikanonun qiyməti 4 manatdır. Cappuccino 5, latte 5, macchiato 6'dır. Məsələn mən rough kofeni çox sevirəm, 7 manatdır. Bu da qəşəngdir. Sonra məsələn bubble waffle'lar da qəşəng görünür. Bu yəqin görmüsünüz viral olan Dubai çikolatlısı. Neçə dedi Dubai çikolatı? 11 manat dedi deyəsən, səhv eləmirəmsə. Deməli ilk yeməyimiz köftə ekməkdir. Gördüyünüz kimi deyəsən mayonez, göyərtili və ikisinə də 2 dənə burger köftə kimi bir şey qoydu. Bu gün ayında az. Mən isə artıq qərar verdim, balıq ekmek yeyəcəm. İsə çox qəşəngdir, buralar böyük. Evet, geçsin. Gelin içeri. Altı manata da mən belə balıq ekmeği aldım. Skumbriya deyəsən balığı dedi. Kızlar bu arada bilsiz nə oldu? Orada durmuşam, ücret sifarişi vermişəm. Bir dənə xanım gəldi, deyir ki, nə balığıdır? O an özümə belə elədim. Bir sən də soruş, bir beynimdə öz-özümə şey eləyirəm ki, bir soruş gör nə balığı verir. Bəlkə zəhərlidir, bəlkə yeyiləsi balıq deyil. Çok önemli. Belə bir kumpir götürdük. Qiyməti 9 manat idi. İçi boldu. Çox qəşəngdir. Biz buradan götürdük. Çox da gözəl görünür. Geldik oturduk burada. Çekilişler gelir. Kumpiri koyduk bura. Özümüz burada oturduk. Ve biraz dincəlib sonra gece tatlı almağa. Mən növündən götürdüm bir dənə pistəli, bir dənə də bubble gumlı. Bir dənə isti çay, 2 dənə də mochi, qiyməti 6 manat idi. Bunu çox görürdüm. Belə indi bunu sınayacağıq. Bu içində magnolia sevir deyə belə bir magnolia götürdük. İndi isə bir dənə də səbuya istəyirəm ki, balıq ekmek götürək. Deməli aldım. Bir dənə balıq ekmek, mochimi də bura qoydum və magnolia. İndi isə artıq evə gedirik. Çayım sahil metrosundan gəlmişik, ancaq soyuyur. Çaycılar. Hər şeyin üstündə çay. Sen ayağımı getirdik. Soğuk halleri. Sağ ol. Böyle yaxşı. Belə qayır. Nədən qoymayacaq? Bu nədir ki? Balık ekmek. Sağ ol. Her şey ilave xəstəliyi. Bu daha qəşəng. Tamam. Öyle. Bilirəm, sen sevirsən. Ve kızlar geldim eve Adeli yatızdırdım. Bugün bilmirəm videodan hiss elədiniz yoxsa yox. Dodağımın iç hissəsində belə ağ yaralar olur. İmmunitet zəifliyindən də ChatGPT elə dedi. Belə buradan bura qədər ağ yaralar çıxıb eyni şəkildə alt hissədə də, yəni
Bilmirəm, bəlkə videodan hiss elədim ki, nə danışmağım normaldır ki, səhər tezdən daha da belə şişmişdi. İçdə yara olduğu üçün dodağım və danışanda, yemək yeyəndə, bir şey içəndə çox incidir. Nəysə, bunu da belə dedim ki, video baxanda mən özüm bəzi hissələrdə hiss edirdim ki, bir qəribə danışıram. O da bunun səbəbi budur, yəni. Deməli, mən əslində sizə göstərdim Arzumdan nə aldığımı. Maskanı 50% indirimlə 7 manata saç maskası aldım. Və böyük boydu. Baxın, belə göstərim. Böyük boydu. Ağzını açaq baxaq görə iç hissəsi necədir. Doğrudan da xanımın dediyi kimi bu salonlarda bizə maskalar istifadə edirlər. Tam onun qoxusu gəlir. Sınayacağım. Yenə də sizə fikirlərimi bildirərəm. Bu da eyni şəkildə, eyni markadır və içəriyi də eynidir. Baxın, bunun da içində biberlidir. Yəni ki, saç sökülməyinin qarşısını almaq üçün. Həm də keratin də var tərkibində. Yenə də mən bunun hər tərəfini yeni bir məhsul alanda çəkirəm və ChatGPT-yə atıram ki, daha ətraflı bir məlumatım olsun. İstifadə edəcəm. Əgər bəyənsəm, yenə də fikirlərimi sizinlə bölüşərəm. Qızlar, sizə isə çox təşəkkürlərimi bildirirəm ki, videonu bura qədər izlədiniz. Başqa videolarda görüşənədək sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Hələlik.